Bunu mən deyim. Tamam, mən deyim. Bağışsa biz 2000 lira hər zaman kimi biz optimistik, özümüzə, dostlarımıza, silahdaşlarımıza, millətimizə inanırıq. İnanırıq ki, bir yerdə bir gəsəklərlə ölkədə vəziyyəti müsbətə doğru dəyişə biləcəyik. Amma bu mübarizədən keçəcək, fədakarlıqdan keçəcək. Məsələlər öz özlüyündə yaşayarız doğru dəyişməyəcək. Hakimiyyət bizim dostlarımızı, silahdaşlarımızı vicdan məhsullarını azad eləməyə də məcbur olacaq, digər addımlarda atmağa məcbur olacaq. Nə qədər tez eləsə, məmləkətin də özlərinin də faydası olur. Valla bu məhkəmə nə desən adlandırmaq olar, ədalət hakimiyyətindən çıxarır. Bütövlükdə həm ilkin məhkəmə baxışında, həm indi olan baxışda bu məhkəmə prosesinin sifarişi olduğu tanışılır. Uzulan həbs olunmuş dostlarımızın hansılar ki, artıq beynəlxalq təşkilatlar tərəfindən vicdan məhkəməsi elan olunur. Bunların tam günahsızlığı və məlum oldu ki, 17 nəfər dostumuz hökumətin girovluğundadır. Bunlar əslində məxsus deyirlər. Hakimiyyətin siyasi məqsədlərlə saxladıqları girovluq Azərbaycan xalqının azadlıqlarına mane olmaq üçün yeni mərhələdə daha çox sayda insanın öz haqları uğrunda mübarizəyə qoşulmaqdan ehtiyatlanması üçün bu insanları girov saxlayırlar. Amma bu repressiv hərəkətlərlə Azərbaycan xalqının demokratiya uğrunda mübarizəsinin qarşısını ala bilməyəcək. Artıq dünya da dəyişir, Azərbaycan da dəyişir. Elə bu günlərdə gənclərimizin özlərinin təşəbbüslərlə keçirdikləri aksiya bütövlükdə hökumətə mesaj oldu ki, heç kimi qorxuda bilməyəcəklər. Bu mübarizə yarımçıq qalmayacaq. O qlobal demokratikləşmə prosesi Azərbaycanı da əhatə edəcək. Bu insanlar ki, indi o demokratikləşmənin Azərbaycana gəlişi üçün əziyyət çəkirlər, məhrumiyyət yaşayırlar. O insanlara hər yerdə ümumxalq məhəbbəti olacaq ki, o insanlar öz şəxsi azadlıqlarından millətimizin azadlığa qovuşması üçün bir müddət imtinaya şəkildə gedirlər. Mübarizə davam edir, heç şübhəsiz ki, bir müddətdən sonra əvvəl dostlarımız azadlığa çıxacaq, sonra da bütövlükdə xalqımız. Ayın 15-i aksiyada olan zorakılıqla, yəni həbs olunanların işləri ilə əlaqədar olaraq apellyasiya məhkəməsinə şikayət etmək fikriniz var. Bununla ilə əlaqədardır. Təşəkkür edirəm. Deməli, ayın 15 noyabr 2011-ci ildə İctimai Palatanın Gənclər sektoru adından Bakı Şəhər İcra Hakimiyyətindən piket haqqında müraciət eləmişdik. Deməli, piketdə konkret olaraq vaxtın və yerini də göstərmişdik. Lakin səhərsi günü, yəni ayın 16-sında piketə rədd cavabı gəldi. Bununla əlaqədar olaraq biz öz fikrimizdə israrlı olduq və ayın 15-i saat 3-də Bakı Şəhər İcra Hakimiyyətinin yaxınlığında bir sərbəst toplaşma azadlığı məhdudlaşdırılmaması ilə əlaqədar olaraq bir piket keçirdik. Deməli, piketə səbəb rayon polis idarəsindən təzyiqlər oldu. Polis əməkdaşlarımızı saxladılar. Saxlanılanlar arasında artıq ona yaxın gənc var idi. Deməli, 9-cu polis bölməsində baş polis idarəsində aparılmışdı uşaqlar. Axşam saatlarında onlar da buraxıldı. Bununla əlaqədar olaraq biz apellyasiya şikayəti hazırlamışıq. Həm Bakı Şəhər İcra Hakimiyyətini, deməli, insanların eyni zamanda İctimai Palatdan Gənclər sektorunun olan gənclərin sərbəst toplaşma haqqında konstitusiya hüquqlarını pozduqları üçün şikayət edəcəyik və eyni zamanda orada polis zorakılığına üzləşmişdi. Onunla əlaqədar olaraq da hal-hazırda işlər gedir və bunun haqqında da əlavə şikayət edəcəyik. Bax, neçə nəfər imza atıb bu? Deməli, prosedur qaydalar bunu göstərir ki, təşkilatlar 4 nəfər olub. Deməli, mən olmuşam, Əbülfəz bəy olub, Səxavət bəy, bir də ki, Samir bəy və hər bir şəxs də imza atıbdır, eyni zamanda həm müraciətə, həm də ki, apellyasiya şikayətinə. Siz inanırsınızmı məhkəmə, apellyasiya məhkəməsi ədalətli yanaşacaq bu işə? Ümumiyyətlə, Azərbaycan məhkəmələrində ədalət axtarmaq biraz düz deyil, amma biz mübarizəmizi sonacan aparacaq və bu proseduru Avropa məhkəməsinə qədər aparacaq. Təşəkkür ederim.
Halaldan çək. Sen de çek bayına çek. Ne de olmaz sence. Çek oturan olur da. Kadırın. Eyleşin, 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 eyleşin. Ve gergin bir il gözlənilir. 2012 yıl çok gergin bir il olacaq. Çox müxtəlif, maraqlı və gərgin hadisələr olacaq. Əgər hakimiyyətdəkilər ağıllarını başlarına yığıb məntiqli, məsuliyyətli qərarlar qəbul edilməyəcəksə, bu cəmiyyət, bu xalq, necə ki bugün həmin o ara qarşılarını azaldan çıxmağa məcbur etdik, həmin qaydada bu hakimiyyəti də siyasi meydandan çıxmağa məcbur edəcək. Mən bugün buna tam əmin oldum.